Hər vaxtınız xeyir. Saz həvəskarları, musiqi həvəskarları. Bu yaxınlarda kəndə getmişdim. Əmin qızının bir dənə nəvəsi var. Ona bir saz aldıq. Vardıq evə, sazını köklədim. Biraz bildiyim qədərilə bir şeylər çaldım. Ondan sonra ona da bir şeylər öyrətmək istədim. Amma vaxt yox idi deyə çıxdım, gəldim. O gələndən sonra zəng elib deyirəm ki, görəsən nə oldu, bir şeylər öyrəndi mi? Yağmur nəvəmiz. Mənə baba deyir. Dedim, nə oldu? Dedi, ay baba, dedi, saz kökdən düşübdü. Heç bəlli deyil. Nədir, simlər filan hamısı boşdur. Nə ayrım, yanında da bir adam yoxdur onu kökləməyə. Dedim, bir proqram edeyim. Ona video ilə göndərim ki, saz necə köklənir. Dördüncü, beşinci sinifdə oxuyurdu. İndi 6'ya gedir, deyəsən 6'ya keçdi. Amma hələlik bir şey yox. Niyə yox? Saz köksüzdür. Mən o saçana öz xatirələrimi yadıma saldım. Mən 5-ci sinifdə, 6-cı sinifdə oxuyanda Şəmkirdə atam bizə bir saz aldı, gətirdi. Arada divardan asılırdı, arada dıngıldadırdıq, eləyirdik, çala bilmirdik. Bir gün Keşkənddən bizə Pənahan gəldi. Bebimin oğlu. Divarda sazı görəndə, sən demə, bu da çox saz həvəskarıymış. Sazı götürdü, yaxşı köklədi də, elə güzel şeylər çaldı. Biz bütün qardaşlar yığıldıq bunun başına, qulaq asırıq. Mənə özəlliklə ləzzət elədi. Getdi. Ondan sonra sazı əlimə alıram, mizrabı götürürəm, vururam, bir şeylər eləyirəm. Baxıram, pərdələrin yerinə baxıram. Yavaş-yavaş tanış oldum sazla. Sən demə, sazı çalmaq üçün sazı kökləmək lazım. Kökünü də bilmirəm. Yavaş-yavaş bunu öyrəndim. İndi yadıma düşəndə o günlərim, Yağmurun o vəziyyəti yadıma saldım. Demək ki, yanında bir adam olmasa, bir alıcı kömək eləməsə, bir şey çıxmır. Ona görə bir balaca cürə sazım var. Onunla onu kökləmək istəyirəm. Sazdan musiqi səsi necə çıxır? Baxın. Sazın üstündə tellər var. Bu tellər bağlanır axırda bir yerə, sabit. Sonra bir xərək keçir bura. Axırda bir dənə də xərək üstündən keçir. Sonra aşıqla telləri bağlayırlar. Kökləyəndə sazı bu aşığı ya tarım çəkirsən, ya boşaldırsan. Nəyə görə? Məsələ, mizrabla çalınan bir alətdir bu. Musiqi səsinin tellərdən, simlərdən çıxması üçün gərək bu mizrabı vurasan bu telə. Baxın, burada iki tel var, iki sim var. Bu iki sim bir səs çıxardır. İki sim eyni səsi çıxardır.
Baxın, musiqi səsinin iki özəlliyi var. Musiqi səsində zil var, bəm var. Bir də güclü səs var, zəif səs var. Güclü səs, zəif səs nətər olur? Məsələn, mən yavaşça vururam da bunu. Eyni teldir, yavaşça vururam, eşidirəm. Bu yavaş səsdir. Bir də deyəndə ki, biraz yüksək səs ver, onda mən bunu bərk vururam. Səs eyni səsdir, amma yavaş və güclü var. Bu birinci özəllik. İkinci özəllik odur ki, sazın siminin zili və bəmi var. Zil nədir? Məsələn, mən indi tutaq ki, bunun bir dənə telini, bu səs var, deyilmi? Boşaldıram. Baba, boşalanda nə olur? Səs bəmləşir. Səsin yuxarı aşağının buna dəxli yoxdur. Zilləşdi və bəmləşdi. Hansı yolla? Əgər aşıq o simi tarım çəkmişik, onu boşaldarsınızsa, boş olan simdən daha bəm səs çıxır. Daha zil səs çıxmaq üçün lap aşağı boşaldarsınız, sim tamamilə səsi bəmləşər və səs maraqlı olmaz. Çox da çəkərsiniz, sim qırılar. Aşağı çəkəndə sim qırılmaz, amma yuxarı çəkəndə mütləq sim qırılar. Bunu indi biz hara kimi dartaq? O məsələ var, onu mən bu kökləmək öyrədəndən sonra onu mən sizə izah eləyəcəm. Çünki ən təhlükəli yer birinci simdir. Əgər birinci simi çox zil eləyərsinizsə, mən burada saxlayıram bunu. Təxminən bir, necə deyərlər, məsələn, cip, cücələrim oxuyarsınızsa, bu cip, birinci səs var, buna. Bu simi durdu yerində. İndi burada iki tel var. Adətən sazda üç cür sim olur. Bir aşağıdakı simlər, ortadakı simlər, bir də ən üstdəki simlər üç cüt olur. Aşıqlar ən çox aşağıdakı telləri 3 dənə edirlər, eyni səsə kökləyirlər. Ortada 2 dənə edirlər, yuxarıda 3 dənə edirlər ki, cür səslənsin. Amma çox adamda var ki, hamısını 2 dənə eləyir. Daha asan da olur, kökdən düşəndə kökləmək daha asan da olur. İndi birincini tutaq ki, köklədik. İkincini kökləmək lazımdır. Birincini vurursan, bu səsi almaq üçün ikinciyə vurursan ki, görüm bu səsə oxşuyurmu? Yox, oxşamır. Lap aşağı oldu, oxşamır. Dartırsan, yuxarı getdi o. Birinci durur. İkinci yuxarı getdi. Baxın, elə bir moment gəlir ki, bax, iki səsdən eyni səs çıxır. İki simdən eyni səs çıxır. Bu deməkdir ki, bunu iki simi bir-birinə köklədiniz. İki səs bir oldu. Elə deyilmi? Hə.
Pərdələrin yerini sonra sizə söyləyəcəm, amma əvvəlcə köhləmək lazımdır. Birinci simi köhlədik, ikinci simi necə köhləyirik? Yadınızdadırsa, Yanıq Kərəm burada çalın. Bu birinci pərdənin yeridir. Əgər biz açıq simə do desək, bu ikinci pərdəyə re deyirlər. Niyə buraya pərdə qoyulur? Niyə bu qədər pərdə var? Onları mən çox sonra deyəcəm. Yanıq fərqli köklər var. Üst tellərin çox fərqli kökləri var. Adətən birinci iki tellə ən üstdəki tellər həmişə sabit qalır. Sabit necə qalır? Bu birinci telin bura barmağınızı qoyursunuz. Bir də üst telə bu baş barmağı qoyursunuz. Bu üst tellərə barmağınızı qoyanda buradan çıxan səs bu açıqla eyni olmalıdır. Hə, baba burada. Açıqla bu üstlərin barmaq buraya bir olmalıdır. Mənim sazımda tellər biraz başqa cürə qoymuşam. Azətən muğam ifa eləməyi xoşlayıram. Ona görə mən öz bildiyim telləri qoymuşam. Aldın mı? Bu ikinci barmağı, üst barmağı bu. Bu aşağıdakı si bemolə gəlib çıxır. Açıq do desəniz, niyə də buna do deyirlər, buna si deyirlər, o sonra. Bunun bir ton aşağıda bir si bemolü var. İkincisini bununla bunu bir eləyirsən. Re parmağını qoyursunuz. Bu səsə, bu ikinci. Anladınız mı? Bakın, açıq, sonra re, bunu buna köhlürsünüz, ikincini. Üçüncünü de bu re. İlk başlayanlar için bu kök çok çətin olur. Niye? İndi sən barmağını bura tutursan, onu dartmaq için başka bir adam lazımdır ki, bu simi dartsın, o səsə gətirsin. Sen təksən sənə ayıracaqsan, olmur. İkinci sim də onu kimi. Mən nə ayırırdım? Bu ayaq barmağımı aparıb qaldırıb da buraya qoyurdum, sonra da köhlüyürdüm.
Onda mən 7-ci sinifdə oxuyurdum. O biri barmağınızı buraya qoya bilirsinizsə, köhləyə bilərsiniz. Bu, adətən bu segah üstə, Yanıq Kərəm, bəzi baş sarı tel filan çalanda o. İndi mən biraz barmağımı kəsmişəm yuxarıdan. Ona görə mən onu necə icra etdiyim önəmli deyil. Əsas kökdür. Bir bu kök var, bir də ümumiyyətlə Yanıq Kərəm kökündən başqa, bir də adətən mən ona ruhani kök deyirəm. Buna baş kök deyirlər sazəndələr, aşıqlarımız elə deyirlər. Mən o işin ustası deyiləm. Amma köhləməkdə kömək eləyə bilərəm. İkinci ruhani üstündə köhlüyürsünüz. İkincisini, yəni, mən də yadımda saxlayıram. Bu oldu ruhani kökü. Demək, başdan başlayırım. Əvvəl simlərin üçünü də. Birinci simi kökləyəndən sonra ikinci simi bu başdakı reyə köklədiniz və ya mi bimola köklədiniz, ona mi bimol deyirlər. Amma üst kök si bimol. Bunlar həmişə eyni qalır. Yanıq Kərəm çalanda ya baş sarı tel çalanda bu kökün ruhani kök. Bir də baş kök var. Mən çox xoşladığım kök budur. Bir şeylərə köməkçi oldumsa, sevindim. Baxın, tək sim bir şeylər çalınanda sazın özəlliyi çıxmaz. Sazın özəlliyi odur ki, yuxarıçılara da vurasan. Onun üçün o səslərin arasında da bir məsafə var. Ona görə sazı kökləyirlər. Məsələn, gitarada hamısına vurmurlar. Sazda bizdə akord tutmaq, üç barmaq. Bir teldə saz bir dənə səs çıxar. İki səs çıxmaz. Adət deyil aşıqlarda, məsələ. Bunu belə çalmırlar. Bizdə yoxdur elə. Ona görə də sazı havaya uyğun
müxtəlif köklərə kökləyirlər. Köklərin sayı var, 7-dir, 8-dir, 6-dır, onu o qədər bilmirəm. Amma tarda mən oxumuşam. Tarda köklərin muğamata görə neçə dənə olduğunu şükür Allaha bilirəm onu. Mesela rast kökündə Bayat Şirazda çalınır. Segah Zabul kökü var. Orta Mahur kökü var. Mirzə Hüseyin Segah kökü var. Xaric Segah kökü var. Orta Segah kökü var. Humayun kökü var. Bunların hamısı muğamın mahiyyətinə görə olur. Hələlik bu qədər. Sağ olun.